Salam. Bu videoda məşhur Tereşin bərabərçiliyinin isbatını verəcəm iki fərqli üsulla. Tereşin bərabərçiliyi belə bir bərabərçilikdir. MA böyük bərabərdir. B kvadratı plus C kvadratı böl 4R. Burada böyük R təbii ki, üçbucağın xaricə çəkilmiş çevrənin radiusudur. BC tərəflərdir. MA da A tərəfinə çəkilmiş mediandır. Tereşin bərabərçiliyi bir çox həndəsi bərabərçiliklərdən fərqlənir. Həndəsi bərabərçiliyin əksəriyyətində bərabərlik halı yalnız üçbucaq bərabər tərəfli üçbucaq olarsa olur. Amma Tereşin bərabərçiliyində bərabərlik halı sadəcə bərabər tərəfli üçbucaqda deyil, həm də düzbucaq üçbucaqda da olur. Yəni burada bərabərlik halı yalnız bərabər tərəfli üçbucaqda və A bucağı 90 dərəcə olarsa, yəni üçbucaq düzbucaq üçbucaq olarsa da mümkündür. İki fərqli üsulla isbat verəcəm Tereşin bərabərçiliyinə və bir isbat öz isbatımdır. Hardasa bir 10 il bundan qabaq o isbatı vermişdim. Birinci isbat standart isbatdır. Bir çox yerlərdə var. O da maraqlı bir isbatdır. Həndəsi bir isbat. Amma mən daha çox asan bir yolla Tereşin bərabərçiliyini isbat eləmişdim. O isbatı da ikinci isbat kimi bu videoda verəcəm. İsbata başlayaq. Təbii ki, biz burada birinci isbat, öncə birinci isbatı deyim. Birinci isbat. Bu standart isbatdır. Bir çox yerlərdə var. Demək olar ki, Tereşin bərabərçiliyini əksər yerlərdə bu cür isbat edirlər. Təbii ki, burada üçbucağın xarici çəkilmiş çevrənin radiusu olduğundan biz üçbucağın xaricinə çevrə çəkməliyik. Deməli, bir ABC üçbucağı və xaricinə çevrə çəkmişik. AD mediandır və bu medianı uzadaq çevrəni Y-də kəssin. Bu DY-nin uzunluğuna X deyək. O X-i tapacağıq indi. Təbii ki, bu BC tərəfi A-nın qarşısı olduğuna görə burası A bölü 2, burası da A bölü 2 olacaq. Və kəsişən vətənlərin xassəsinə görə MA vurulsun X qüvvət teoremi bərabərdir. A bölü 2 vurulsun A bölü 2 olacaq. Biz buradan X-i tapsaq, X-i tapaq buradan, olacaq A kvadratı bölünsün 4MA. Aydın məsələdir ki, bu AY bir vətərdir, çevrənin bir vətəridir və bu AY vətəri çevrənin diametrindən böyük ola bilməz. Amma diametrə xüsusi halda bərabər də ola bilər. İndi fikir verin, burada bərabərlik halı nə zaman olacaq? Əgər üçbucaq bərabər tərəfli olarsa, AY həqiqətən diametr olar. Amma düzbucaqlı üçbucaq olsa da olar. Çünki düzbucağın düzbucaq təpəsindən çəkilmiş median hipotenuzun orta nöqtəsindən keçir və xaricəgən çevrənin mərkəzi də hipotenuzun orta nöqtəsi olduğuna görə AY həm də median olur. Demək ki, burada bərabərlik halı bir A bucağı 90 dərəcə olanda olacaq, bir də üçbucaq bərabər tərəfli üçbucaq olarsa mümkün olacaq. İndi AY'nin uzunluğu nə olur? MA plus X. Onu yazaq. MA plus X kiçik bərabərdir 2R'dən. X'in ifadəsini yerinə yazacağım. MA plus burada olacaq A kvadratı bölünsün 4MA kiçikdir, bərabərdir 2R'dən. Təbii ki, burada MA müsbət bir ədəddir. Hər tərəfi 4MA-ya vura bilərəm. Bərabərçilik hissəsi dəyişməyəcək. 4MA kvadratı plus A kvadratı kiçik bərabərdir 8R vurulsun MA olacaq. Hər iki tərəfi 4MA-ya vurduq. İndi medianın düsturunu xatırlayırsınızsa, burada 4MA kvadratı əslində 2B kvadratı plus 2C kvadratı minus A kvadratıdır. Medianın uzunluq düsturundan yerinə yazsaq 2B kvadratı plus 2C kvadratı minus A kvadratı plus A kvadratı kiçik bərabərdir 8R vur MA olacaq. Buradan A kvadratlar gedir. 2 mötərizədə B kvadratı plus C kvadratı kiçik bərabərdir 8R vurulsun MA. Hər iki tərəfi 8R'yə bölsək, MA böyük bərabərdir B kvadratı
plus S kvadratı böl 4R alınır. Bundan da tereşim bərabərsizliyi ispat olundu. İkinci ispatı vereceğim. Bu öz ispatımdır. İkinci ispat. Birçok yerlerde de paylaşmıştım. Xarici səhifələrdə. İkinci ispat. Üçbucağın A təpəsindən çəkilmiş simedyanın uzunluğunun 2BS bölünsün B plus S'nin kvadratı vurulsun EMA olduğunu bilirik. Və A təpəsindən çəkilmiş hündürlükdə BS bölünsün 2R olduğunu bilirik. Təbii ki, A təpəsindən çəkilmiş simedyan hündürlükdən kiçik deyil. İfadələrin yerinə yazaq, nə alındığına baxaq. B kvadratı plus C kvadratı vurulsun EMA böyük bərabərdir. BS bölünsün 2R. BS'lər ixtisar getdi. Ve buradan EMA böyük bərabərdir. Gördüğünüz kimi B kvadratı plus C kvadratı bölünsün 4R alındı. Bərabərlik halına diqqət eləyək. Düzbucaqlı, bu bərabər tərəfbucaqda təbii ki bərabər olacaq. Bərabər tərəfbucaqda təbii ki bərabər olur. Və düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilmiş hündürlük simedyan olduğuna görə, yəni əgər A bucağı 90-dırsa, CA ilə H-a eyni olur. Demək ki, bərabərlik halı bir də düzbucaq bucaqda da olur. Yəni əslində çox qısa bir ispat təbii ki və əslində tereşim bərabərsizliyi simedyanın hündürlükdən böyük olmağı deməkdir. Eyni şey, heç bir fərqi yoxdur gördüyünüz kimi. Simedyanı hündürlükdən böyük etdiyimiz zaman ifadələri yerinə qoyduq, tereşim bərabərsizliyi alındı və gördüyünüz kimi çox da qısa bir isbatdır. Bununla da tereşim bərabərsizliyi ispat olundu. Tereşim bərabərsizliyinin tətbiqi ilə iki məsələ yazaq. Məsələ 1. Üç bucaqda bu bərabərsizliyi ispat edək. Bərabərsizliyini ispat edin. Bərabərsizliyini ispat edin. Gördüğünüz kimi burada bu bərabərsizlik Euler bərabərsizliyindən daha güclü bir bərabərsizlikdir. Euler bərabərsizliyi bizə deyir ki, R bölək R 2-dən böyük bərabərdir və Euler bərabərsizliyinin bir neçə isbatını vermişəm. Amma əgər siz bu bərabərsizliyin sağ tərəfində ədədi həndəsə orta eləsəz, B bölü C plus C bölü B'nin 2-dən daha böyük olduğunu görmüş olarsınız. Demək ki, bu bərabərsizlik Euler bərabərsizliyindən daha güclü bir bərabərsizlikdir. Bərabərlik halı yalnız bərabər tərəfli bucaqda olur. Bərabərlik halı yalnız bərabər tərəfli üçbucaqda olar. Tərəfli üçbucaqda doğrudur. Bu bərabərsizliyi indi ispat edəcəyik. İspatı güclü bir bərabərsizlik, əslində vacib bir lemmadır. İspatı bu bərabərsizliyi ispat edərkən başqa güclü bir bərabərsizlikdən istifadə edəcəm. Onu bir lemma olaraq yazıram, amma bunun ispatını verməyəcəm. Bu bərabərsizliyi mən ispat eləmişəm. Facebook səhifəmdə var. Həndəsə məsələləri qrupunda da paylaşmışdım. İstəyən oradan baxa bilər. Panay-Topol bərabərsizliyi çox güclü bir bərabərsizlikdir. Bundan istifadə edəcəm. Panay-Topol bərabərsizliyi nə deyir? Panay-Topol bərabərsizliyi deyir ki, R bölək R, R bölək 2R böyük bərabərdir EMA bölək H-a.
Yani gördüğünüz kimi bu Euler'dən daha güclüdür. R bölü 2R'in Euler 1-dən böyük bərabər olduğunu deyir. Amma MA bölü H-a 1-dən böyük bir ədəddir. Özü də 1-dən çox böyük bir ədəddir bərabər tərəfli olmayan üçbucaqda. Ya bu çox güclü bir bərabərsizlikdir və bərabərlik halı burada da yenə bərabər tərəfli üçbucaqda mümkündür. Onu da buraya yazım. Bir də təkrar yazmayaq, oradan kopyaladım. Bərabərlik halı yalnız bərabər tərəfli üçbucaqda doğrudur. Və bu çox güclü bərabərsizlikdir. Bunun isbatını vermişəm. Bunun bir həndəsi isbatı var, amma mən həndəsi isbat etməmişdim. Orada hər tərəfini kvata yüksəldib, ra və əvəzləmələri eləyəndən sonra x, y, z-dən asılı bir bərabərsizliyi alıb onu isbat eləmişdim. İllər əvvəl ona baxa bilərsiniz, amma asan isbat olmur, bu güclü bir bərabərsizlikdir. Başqa bərabərsizliyin isbatında da bundan istifadə edə bilərsiniz. Teorem kimi, lemma kimi. İndi isbatımıza başlayaq. Panaytopol bərabərlisinə görə R bölü 2R böyük bərabərdir MA bölü H-a bərabərlisini yaza bilirik. Və Tereşin bərabərlisinə görə MA B kvadratı plus C kvadratı böl 4R'dir. Bunu bilirik. Və H-adakı BC böl 2R'yə bərabərdir. Burada sürət məxrəcini 4R'yə vursaq, B kvadratı plus C kvadratı böl 2BC əldə eləyərik. Nəticə itibarilə R bölü 2R böyük bərabərdir B kvadratı plus C kvadratı böl 2BC əldə olundu. 2'lər sadələşdi. R bölü R böyük bərabərdir B kvadratı plus C kvadratı bölünsün BC oldu. Və təbii ki, bu da B böl C üstə gələk C böl B deməkdir. Bundan da məsələ həll olundu. Və bərabərlik halı təbii ki, biz burada bərabərlik halı ancaq bərabər tərəfi də mümkündür. Çünki Panaytopolda bərabər tərəfi də olduğuna görə hamısında bərabərlik olmalıdır. Ancaq bərabər tərəfli üçbucaqda mümkündür. İsbat edildi məsələ 1. Başqa bir məsələ daha yazacağım. Əslində məsələ 1-dən istifadə edəcəm orada. O da güclü bir bərabərsizlikdir. Məsələ 1. Məsələ 1 yox, məsələ 2 olur. Məsələ 2. Deməli, üçbucaqda burada təbii ki, demirəm, amma aydın məsələdir. ABC üçbucağın tərəfləridir. Üçbucaqda R bölü 2R'in bu ifadədən daha böyük olduğunu göstərin. Bərabərsizliyi doğrudur. Bərabərsizliyi doğrudur. Və bu bərabərsizlik də Euler bərabərsizliyindən daha güclü bir bərabərsizlikdir. Bərabərlik halı təbii ki, bərabər tərəfi də olur. Euler bərabərsizliyi niyə güclüdür? Çünki bərabərliyin sağ tərəfi birdən böyük bir ifadədir. Bərabərsizlər bilənlər müsbət, nəinki müsbət, bütün ABC-lər üçün bu bərabərsizliyin doğru olduğunu bilirlər. Və müsbət ABC-lər üçün də təbii ki, bu nisbət birdən böyük olacaq. Deməli, bu bərabərsizlik Eulerdən daha güclü bərabərsizlikdir. Bu birdən böyük bərabərdir. Euler deyir ki, R bölü 2R birdən böyük bərabərdir. Amma bu bərabərsizlik R bölü 2R'in birdən daha böyük bir ifadədən böyük olduğunu deyir. Təbii ki, bərabər tərəfi də olar. Hər birisi 1 olacaqdır. Bunu isbat eləyək. İsbatı. Məsələ 1-də isbat etdiyimiz bərabərsizliyi yazacağım. R bölü R böyük bərabərdir B bölü C üstə gələk C bölü B bərabərsizliyi doğrudur. Biz bunu göstərdik. Bu bərabərsizliyin hər iki tərəfini BC R'yə vuraq. Nə əldə eləmiş olarıq? R vurulsun BC böyük bərabərdir R mötərizədə B kvadratı plus C kvadratı əldə eləmiş olarıq. Belə bir bərabərsizlik əldə eləmiş olarıq. İndi analoji digərlərini də yaza bilərik. Yəni R vurulsun C-anın, R vurulsun
S kvadratı plus A kvadratdan böyük olduğunu yaza bilərik. R vurulsun AB'nin böyük bərabər R A kvadratı plus B kvadrat olduğunu yaza bilərik. Və bu bərabərlikləri tərəf-tərəfə toplasaq, R mötərizədə AB plus BC plus CA böyük bərabərdir. R mötərizədə 2A kvadratı, 2B kvadratı, 2C kvadratı əldə eləyərik. Və buradan R mötərizədə AB plus BC plus CA böyük bərabərdir. 2-ni çıxartsaq, A kvadratı plus B kvadratı plus C kvadratı əldə etmiş olarıq. Və buradan da R bölək 2R'in, burada müsbətdir deyə bölə bilirik. A kvadratı plus B kvadratı plus C kvadratı bölünsün AB plus BC plus CA'dan böyük olduğunu ispat etmiş oluruq. Təbii ki, bu bərabərlik halı təbii ki, bərabər tərəfdə olacaqdır. Bundan da məsələ ispat olundu. Və əslində bu son yazdığım bərabərsizdən də daha güclü bir bərabərsizlik var. Onu bir növbəti videoda göstərəcəm sizə. Bu daha güclü bir bərabərsizlikdir. Yəni, bunun üstünə kvadrat qoyub da ispat edə bilərsiniz. Bura bir dənə kvadrat qoysaq, yenə də bu doğru bərabərsizlikdir. Daha güclü bərabərsizlikdir. Daha güclü bərabərsizlikdir. Bunu özünüz də fikirləşərsiniz. Çox maraqlı sualdır. Bu bərabərsizlik doğrudur. Amma mən növbəti videoların birində onu da ispat edəcəm. Növbəti videoda görüşərik. Sağ olun.